Deməli, baxın uşaqlar, cümləni bu formada yazdım. Əli dərslərini gözəl oxuyurdu. Nə edirdi? Birinci xəbərin veririk. Oxuyurdu. Xəbər eləmə. Nə edirdi? Məlumat verir, oxuyurdu. Kim? Əli. Bu da oldu mübtədamız. Deməli, cümlənin baş üzvləri olaraq xəbərimiz oldu, oxuyurdu. Bu oldu xəbər. Mübtədamız oldu Əli. Əslində bunları yəni soruşmurdum sizdən. Sadəcə təhlil edirəm ki, təhlilin necə aparıldığını biləsiniz. Əli dərslərini gözəl oxuyurdu. Nə edirdi, oxuyurdu? Kim? Əli. Əli nəyi oxuyurdu? Nəyi? Dərslərini. Bu oldu tamamlıq. İkinci dərəcəli üzvdən oldu tamamlıq. Tamamlıq. Necə oxuyurdu? Gözəl oxuyurdu. Uşaqlar, bu isə olur zərflik. Ay müəllim, bəs təyin də necə cür sualına cavab verir? Bu da necə sualına cavab verdi? Niyə görə bunu zərflik götürdük deyə soruşsaz əgər, zərflik cümlə üzvündən gedir ha söhbət, unutmayın. Çünki necə sualına cavab versə də əgər hərəkətin tərzin bildirirsə, hərəkət bildirən söz oxuyurdu, feilimiz oxuyurdu, hərəkətin tərzin necəliyin bildirir. Onun oxumağının gözəl olduğunu bildirir. Ona görə də burada olur gözəl sözü cümlə üzvü olaraq zərflik. Bir var, deyəm, məsəl üçün, gözəl oxumaq. Bir də var, deyəm, gözəl qız. Gözəl qız. İkisi də gözəl. Necə qız? Gözəl qız. Gözəl oxumaq, necə oxumaq? Gözəl oxumaq. Burada gözəli hamınız demək olar ki, sifət olaraq götürmüsünüz. Amma nitq hissəsi olaraq baxaq burada nədir? Gözəl oxuyurdu. Özündən sonra hərəkətə aid olur. Hərəkətin tərzini bildirir. Və biz bilirik ki, nitq hissəsi olaraq zərf də hərəkətin tərzini bildirir. Özündən sonra hərəkət bildirən söz gəlibsə, burada gözəl sözü zərf olacaq. Özündən sonra ad bildirən söz gəlibsə, qız, kim, qız, isim gəlib özündən sonra. Gözəl sözü burada isə sifət olacaq. Gözəl sözü sifət kimi götürmüsünüz, amma yanılmısınız ki, özündən sonra hərəkət gəlir burada, feil gəlib özündən sonra. Hərəkətin tərzini bildirdiyi zaman nitq hissəsi olaraq zərf olur, cümlə üzvü olaraq isə zərflik olur. Amma özündən sonra ad bildirən söz gəlirsə, nitq hissəsi olaraq sifət olur, cümlə üzvü olaraq isə təyin olur. Belə.